Belə bir tənlik verib, deyir bunun köklərinin cəmini tapın. Gördüyümüz kimi bu tənlik iki dənə funksiyanın hasilidir. Biz də bilirik ki, tənliyin kökünün sıfır olması üçün, daha doğrusu hasilin sıfır olması üçün bu vurğuların ən azından birinin sıfır olması lazımdır. Gəlin bunların hər birini ayrı-ayrılıqda sıfıra bərabər eləyək. Deməli, birinci ifadəmiz budur. Kvadrat üçədli. Yazaq x kvadrat çıxılsın 3x çıxılsın 10 bərabərdir 0. Bunu ayrılıqda sıfıra bərabər edək və həll edək. Deməli, burada Viet teoremindən istifadə edə bilərik. Viet teoreminə görə x1 üzərinə gələk. x2 bərabər olmalıdır. X-in qarşısındakının əksinə. Yəni, burada mənfi 3 isə bunun əksi olacaq müsbət 3. x1 vurulsun x2 isə bərabər olmalıdır mənfi 10-a. Burada necə yazılıbsa, elə mənfidirsə mənfi, müsbətdirsə müsbət. Deməli, mənfi 10-a. Gəlin indi biz baxaq görək bu x1 və x2 hansı ədədlərdir? Onları toplayanda 3, vuranda mənfi 10 edir. Bu, baxan kimi aydın görünür ki, mənfi 2 və 5 ədədidir. Çünki mənfi 2-ni 5-ə vuranda mənfi 10, mənfi 2 ilə 5-i topladıqda isə böyüyündən kiçiyi çıxılır. Yəni 5-dən 2 çıxılır, eləyir 3. Deməli, bizim bir kökümüz mənfi 2-dir, digər kökümüz 5-dir. Sadəcə bu tənlik üçün. İndi gəlin ikinci tərəfi də sıfıra bərabər eləyək. Belə ki, iki dənə həllimiz var. Gəlin bu tərəfdə sıfıra bərabər eləyək. Deməli, yazaq loqaritma 2 əsasdan x bərabərdir 0. Buradan bilirik ki, x bərabərdir 2-nin üzərinə bu 0-ı qoymalıyıq. X bərabərdir 2 üzərində 0. 2 üstü 0. Biz də bilirik, istənilən ədəd üstü 0 1-ə bərabərdir. Deməli, 2 üstü 0 bərabər olacaq 1-ə. Deməli, bir də 1 kökümüz oldu. Artıq bizim, daha doğrusu 3 dənə həllimiz var. Mənfi 2, 5 və 1. Amma burada diqqət edəsəz, funksiyanın yuxarı sərhəddi, yəni bu hissəsi, yuxarı hissəsi sıfırdan kiçik və 0 ola bilməz. Mütləq sıfırdan böyük olmalıdır. Ona görə bu mənfikini biz kök kimi götürə bilmərik. Niyə? Çünki mənfikini biz kök kimi götürə bilmərik. Çünki dedik ki, loqaritmanın yuxarı sərhəddi sıfırdan kiçik ola bilməz. Sıfırdan böyük olmalıdır. Heç sıfır da ola bilməz. Mütləq sıfırdan böyük olmalıdır. Ona görə mənfi kök deyil. Deməli, bizim 2 dənə kökümüz olacaq. 5 və 1. Bizdən köklərinin cəmini soruşur. Olacaq 5 + 1. Bu da eləyəcək 6.